xanım Zeynəbin Salam. dilindən, salamünaleyküm, dilindən Yezdin sarayına necə daxil olublar, onu bir dənə mən deyim, sonra söz verirəm sizə. Xanım Zeynəb buyurur ki, deyir ki, udxilna ala Yezid və nahnu 12 rəculən muğalləlun. Deyir ki, biz 12 nəfər idik. Yezidin o sarayına daxil olanda 12 nəfər idi, özü də qolu bağlı. Qolu bağlı əsirlər gətiriblər də. Fələmmə vaqafna beynə yedək, elə ki qaldıq Yezdin qarşısında. Siz baxın, daxil olan kimi Yezdə elə bir zərbə vurur ki, Yezid özünü itirir. Deyir ki, elə ki qaldıq onun qarşısında mən danışdım. Qultu, unşidukallah ya Yezid, ma zannuka bi Rasulillah lav ra'ana ala hazihil hal. Səni on verirəm Allaha ey Yezid. Sənin Peyğəmbər barəsində fikrin nədir? Əgər o Peyğəmbər bizi bu halda görsəydi burada. Ətraf da eşidir. Ətraf da eşidir. Bu nə danışır? Peyğəmbərin bunlara nə dəxli var? Necə yəni Peyğəmbər bizi görsəydi bu halda? Nə düşünərdi? Sən nə düşünürsən Peyğəmbər haqqında? Bu sözlər elə bir sarayı titrədir. Yezid mümkün qədər bu hadisənin mahiyyətini gizli saxlamaq istəyirdi. Bəli. Sonra İmam Hüseyin Aleyhisselamın qızıdır Fatimə. Fatimə sonra başladı danışmağa. Ya Yezid, bənatu Rasulillah səvaya. Peyğəmbər qızları əsirdi. Bu artıq yəni sən kimsən, sən kafirsən, nəsən, sən müsəlmanların liderinin nəvələrini əsir tutub gətirmişsən, deyirsən, oturmuşam müsəlmanların liderinin yerində. Peyğəmbərin yerində mənəm, bugün məndən Peyğəmbərin yerinə layiqlisi yoxdur. İlk işim nədir? O bir əhl-i-sünnə alimi çox gözəl deyir ki, Yezidin şəxsiyyətini müəyyən eləyən 3 dənə hadisə var. Birinci ildə İmam Hüseyin Salamı şəhid elədi. Peyğəmbər nəslinin bariz nümayəndəsini, cənnət cavanlarının ağasını şəhid elədi. İkinci ildə Hərrə vaqəsini törətdi. O Mədinəni qana çalxadı 3 gün. Üçüncü gündə Kəbənin mancanaqla vurdu. Yəni 3 il xilafətdə olub, üçü də rüsvayçılıq.